Salam hörmətli tamaşaçılar. Hər birinizi xoş gördük. OTV-nin xüsusi gündəmindəsiniz. OTV-nin xüsusi gündəminin bu dəfəki qonağı İsveçdə yaşayır. Siyasi təhlilçidir, analitikdir. Eyni zamanda Azərbaycan Xalq Parlamentinin üzvü, yəni millət vəkili, bundan başqa Milli Müqavimət Hərəkatının Yüksək Məclisinin üzvüdür. Söhbət Əlinur Əliyevdən gedir. Əlinur Əliyevlə ölkə gündəmini, ölkədə baş verən ən mühüm hadisələri müzakirə edəcəyik. Əlinur bəy, xoş gördük sizi. Salam Tural bəy və dəyərli xalqın hörmətli OTV izləyiciləri. Hər birinizi salamlayıram. Təşəkkürlər Əlinur bəy. Tamaşaçılar üçün bildirim ki, bugünün mövzusu, əsasən suallarımız bu istiqamətdə olacaq. 28 may günü Azərbaycan müxalifəti niyə birləşə bilmədi? Söhbətimin səbəbi, qayəsi ondan ibarətdir ki, bu yaxınlarda Azərbaycan müstəqillik gününü qeyd elədi və 8-10 partiya Novxanada Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət etmiş oldu. Ancaq bu 8-10 partiya heç üst-üstə 5000 nəfər abidəni ziyarətə apara bilmədi. Azərbaycan müxalifətinin bu durumu niyə birləşdirici missiyanı öz üzərinə götürən yoxdur, niyə bu qədər acınacaqlı durumdadır? Bu məsələni müzakirə edəcəyik. Eyni zamanda Əlinur bəydən soruşacağıq ki, onun da üzv olduğu müəyyən siyasi təşkilatlar var. Onlar birləşdirici funksiyanı yerinə yetirmək üçün hansı addım atıblar? Və Azərbaycanda söz və ifadə azadlığının İsveçdən necə göründüyünü soruşacağıq Əlinur bəydən və son günlərin əsas gündəm məsələsi olan uşaq pulu məsələsindən danışacağıq. Yəni Azərbaycanda uşaq pulunun verilməməsi son günlər yenidən gündəmə gəlib. İsveçdə vəziyyət necədir? Ümumiyyətlə bizim uşaqlara uşaq pulu verilməlidirmi? Uşaqlarımızın bu pulu almağa haqqı çatırmı? Bu məsələni Əlinur bəylə müzakirə edəcəyik. Əlinur bəy, elə başlayaq ilk sualdan və soruşmaq istəyirik ki, 28 may günü müxalifət siyasi partiyaları birləşdirə bilmədi və nə baş verir Azərbaycan müxalifətində? Niyə bu qədər aciz vəziyyətə düşüb Azərbaycan müxalifəti? Tural bəy, mən çalışacağım ki, sizin ünvanlayacağınız sualların hər birinə açıq, səmimi və şəxsi mövqeyimdən cavab verim. Aydın şəkildə cavablandırıb ki, tamaşaçılara da maraqlı olsun. Suallarınız üçün təşəkkür edirəm. Məmməd Əmin Rəsulzadə hansısa partiyanın, hansısa qrupun və ya hansısa təşkilatın yox, bütün Azərbaycan xalqının lideridir. Onun abidəsi önündə belə bir araya gələ bilməyən insanlar sabah yaxın zamanlarda milyonlarla insanı necə birləşdirəcəklər? Mən bu suala bu mövqedən cavab vermək istəyərdim. Yəni biz necə olacaq ki, belə bir tədbirdə birgə bir tədbir keçirə bilmiriksə, birgə yürüyüş keçirib öz fikirlərimizi müstəqil, rahat, birlikdə xalqımıza çatdıra bilmiriksə, ayrı-ayrı qruplara bölünərək ziyarət ediriksə, bu xalq hansı ümidlərlə, hansı düşüncəylə ümid etməlidir ki, mövcud hakimiyyətə qarşı mübarizə aparan bəs bu təşkilatlar gələcəkdə xalqın birliyinə nail olacaq və böyük məsələləri birlikdə həll edəcəklər. 28 may təşkilatı bayram deyil. Azərbaycan dövlətçilik bayramıdır. Təəssüf ki, yenə hər kəs ayrı yol seçdi. Mən hesab edirəm ki, xalq artıq bəyanatlardan yorulub, xalq konkret əməl görmək istəyir. Birlikdə danışanlar birlikdən, yəni tanışanlar
birlikdən danışanlar ilk növbədə birlik nümayiş etdirməlidirlər. Əgər ortada milli maraq varsa, şəxsi maraqlar, təşkilat maraqları və liderlik kimi iddialar ikinci plana keçməlidir. Keçmirsə deməli problem də deməli məhz bundadır. Həm Azərbaycan Milli Müqavimət Hərəkatı, həm də Azərbaycan Xalq Parlamenti dəfələrlə çağırışlar edib. Görüşlər keçirilib, müzakirələr aparılıb. Mən mənsubu olduğum Milli Müqavimət Hərəkatının Yüksək Məclisinin üzvü olaraq, eyni zamanda Azərbaycan Xalq Parlamentinin millət vəkili olaraq tam məsuliyyətimlə bunu qeyd edirəm. Ki, həqiqətən də fəaliyyətə başladığı gündən bu hər iki təşkilat yetərincə bu yöndə işlər görüb və görəcəyik də. Çünki bizim başqa bir çıxış yolumuz yoxdur. Bizim birlikdən başqa heç bir çıxış yolumuz yoxdur. Bizim təşkilatların da marağındadır ki, xalqın da marağındadır ki, dəyərli masalar qurulsun, media əməkdaşlıqları təşkil olunsun. Və mən düşünürəm ki, daxildə bir çox ictimai-siyasi fəaliyyət göstərən, uzun illərdir ki, xalqın rifahı üçün, azadlığı üçün çalışan insanların da hansı təşkilatın mənsubu olmasından asılı olmayaraq məhz bu mövzuda yetkin bir qərar var. Yəni, bu çox önəmlidir. Biz bunu birlikdə həyata keçirəcəyik. Bizim gücümüz də birlikdədir. Bu masalar qurulmalıdır. Bu media əlaqələri bərpa olunmalıdır. Və xalq artıq birliyini əldə etməlidir. Millətləşmə məsələsi də biləməz. Həmin bu məsələdir, bu mövzudur. Parlament, Azərbaycan Xalq Parlamenti çağırışlar idi, rəsmi dəvətlər olundu, dəvətnamələr göndərildi, görüşlər keçirildi, müzakirələr aparıldı, konfrans da oldu. İştirak edənlərin, dəvətlərimizi, dəvətnamələrimizi qəbul edənlərin hər birinə şəxsən mən öz adımdan minnətdarlığımı bildirirəm. Və etməyənlər də bu məsuliyyətli sualla özləri cavab versələr daha yaxşı olar. Çünki mən kim niyə birləşmədi sualının cavabını verəcək tərəfdə deyiləm. Çünki biz hər iki təşkilatın yetkili qərarı və fəaliyyətimiz məhz bu yöndadır ki, hər kəs birlikdə bir masa arxasında bu ümummilli məsələləri həm müzakirə edək və belə tədbirlərdə də birgə iştirak edək. Hörmətli tamaşaçılar, verilişimizin bu yerində qeyd eləmək istəyirəm ki, siz də verilişimizi paylaşa, bəyənə və abunə ola bilərsiniz. Abunə olun ki, verilişimizi paylaşın ki, daha çox auditoriyanın qarşısına çıxa bilək və səsimizi daha çox eşitdirə bilək. Əlnur bəy, suala keçmək istəyirəm. Təşkilatlar, sizin təmsil olunduğunuz siyasi ictimai qurumlar Azərbaycan müxalifətini, Azərbaycandakı ictimai-siyasi təşkilatları canlandırmaq üçün, onlara yeni nəfəs vermək üçün, hətta birləşdirmək üçün hansı addımlar atıblar? Bir daha qeyd edirəm ki, məhz bu sualla bağlı biz əlimizdən gələni etmişik, edirik və edəcəyik də. Azərbaycan Xalq Parlamenti və Milli Müqavimət Hərəkatı yalnız və yalnız xalqın birliyi, xalqın iradəsi, xalqın istəyi ilə ayaqda qalır, durur, fəaliyyət göstərir. Bundan sonra da belə olacaqdır. Mən düşünürəm ki, bu yolda bizim ziyalılarımız, bizim digər ictimai-siyasi fəallarımız da bu məsələləri bir düşünəcəklər. Bəy, növbəti sualım
Azərbaycanda fikir və söz azadlığı ilə bağlıdır. Azərbaycandakı söz azadlığı, fikir azadlığı İsveçdən necə görünür və mövcud vəziyyət sizi qane eləyirmi? Səmimi danışaq. Azərbaycanda xalqa illərdir ki, mövcud hakimiyyət deyir ki, elə yəni hakimiyyətə gəldikləri devirdən bu məsələlərə münasibət olaraq bildirirlər ki, bəs şikayətinizi bizlərə bildirin, narazılıqlarınızı bizlərə bildirin, təkliflərinizi verin. Bu son zamanlara qədər belə idi. Amma eyni zamanda tənqid edən, etiraz edən, korrupsiyadan danışan, haqsızlığa göz yummayan, haqsızlığı göstərən, təqdim edən insanlar müxtəlif problemlərlə üzləşirlər, təqib olunurlar, cəzalandırılırlar. İndi burada sual yaranır, bu cəmiyyət necə etimad etsin? Çünki cəmiyyət ciddi etimadsızlıqla üzləşib. İfadə azadlığı sadəcə qanunda yazılan söz olmamalıdır. İnsan öz fikrini sərbəst deyə bilmirsə, sərbəst toplaşa bilmirsə, sərbəst fəaliyyət göstərə bilmirsə, orada azadlıqdan danışmaq çox çətindir. Çox çətindir. Yəni, hətta mən bu mövzuda haşiyədən çıxmaq istəməzdim, Tural bəy. Ləyaqətli yaşamaq bugünkü gün Azərbaycanda qlobal bir problemdir. İnsanların ləyaqətli yaşamaq imkanı əlindən alınıb. Və bu məmurların, bu hakimiyyətin nə düşündüyünü, gələcəyi nə cür gördüyünü anlamaq çox çətindir. Xalqın səsini eşitmək istəyən hakimiyyət xalqın danışmasına imkan verməlidir. Bu varmı Azərbaycanda? Müstəqil, tərəfsiz, indi sağ olun, bacardığınız qədər çalışırsınız ki, bu mövqedə qalasınız. Ümumiyyətlə, varmı fəaliyyət, belə bir fəaliyyət? Biz müxalifətik, biz bir kənara. Hakimiyyətin ruporu olan, hakimiyyət üçün fəaliyyət göstərən medialar var. Bunlar da bir kənara. Bəs müstəqil media, tərəfsiz media, bunlar var mı? Yoxdursa niyə yoxdur? Və ya təqib olunmayan bugünkü gün siyasi, ictimai məsələlərdə fikir bildirmək istəyən, təqibdən kənar qalan varmı fəallar, insanlar, ziyalılar? Yoxdur. Bax, bu məsələ məhz hakimiyyətin xalqla arasındakı ən böyük uçurumu yaradan məsələdir və xalqın iradəsi ilə mən əminliklə deyirəm ki, Azərbaycanda heç bir məmur vəzifə almır və tam ətraflı, tam geniş bu fikirlə söyləməkdə çəkinməzdim ki, mövcud hakimiyyət müstəqil fəaliyyət göstərmir. Təsir altında da ola bilər və yaxud da ki, şəxsi maraqlar üçün bu işlər bu cür idarə olunur. Bunları mən deyə bilmərəm, ancaq müstəqil hakimiyyət, idarə olunan hakimiyyət o zaman güclü devlətin sahib olur ki, o xalqın iradəsinə bağlı olur və müstəqil fəaliyyət göstərir, asıllıqsız fəaliyyət göstərir. Xalqın istədiyi kimi xalqın inkişafı ilə məşğul olur. Kimlərinsə istədiyi kimi deyil, devlət idarə olunmaz belə. Devlət xalqa məxsusdur. Devlət, hakimiyyət, bunlar atributlarıyla
bərabər. Əgər tanınırsa, deməli xalq var. Xalqı olmayan heç bir dövlət yoxdur, əskəri olmayan zabit kimi. Əlnur bəy, suallarımıza ətraflı və dolğun cavab verdiyinizə görə sizə təşəkkür edirəm. Çox sağ olun. Belə hörmətli tamaşaçılar, daha bir verilişin sonuna gəlib çatdıq. Qonağımız isə siyasi təhlilçi və analitik, Azərbaycan Milli Müqavimət Hərəkatının Yüksək Məclisinin üzvü, eyni zamanda Azərbaycan Xalq Parlamentinin üzvü, daha doğrusu onların təbirincə desək millət vəkili Əlnur Əliyev idi. Sağ olun, salamat qalın. Verilişlərimizi bəyənməyi, paylaşmağı unutmayın.